Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən azərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır. Bunu öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib. O əlavə eləyib ki, döyülən və reanimasiyada olan şəxslərin vəziyyəti ağırdır və onların hər hansısa bir şəxslə görüşünə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazə verilmir. Seyfəddin Hüseynli onu da bildirib ki, öldürülən qardaşlarının meyitləri üçün Rusiya tərəfindən təyin edilən saxta ekspertiza rəyi ilə razılaşmırlar və onların əsl ölüm səbəbini aydınlaşdırmaq üçün yeni rəyin təyin olunmasını tələb edirlər. Seyfəddin Hüseynli eyni zamanda Yekaterinburqda həbs edilən azərbaycanlılar üçün keçirilən məhkəmə prosesi barədə də danışıb. Bildirib ki, bu qondarma məhkəmə prosesindən başqa bir şey ifadə etmir. Xatırladaq ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib. Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır. Seyfəddin müəllimin həyat yoldaşı Gülzar xanım bildirib ki, 55 və 60 yaşlı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. 61 yaşlı rus dili müəllimi olan qardaşları Bakir Səfərov isə istintaqda da aparılan şəxslərdən soraq çıxmayanda polis morqdadır deyib. Hamı hadisənin şokundadır, deyirlər ki, gecə yarı eyni anda 9 evə basqın edilib, qapıları sındırıb içəri keçib, girən kimi kişiləri döyməyə, işgəncə verməyə başlayıblar. Qadınların isə telefonlarını əllərindən alıb bir otağa salıb qapını bağlayıblar. Gəlinlərimiz qucaqlarında körpələri ilə çıxıb şəhərin küçələrində qalıblar. Qardaşımın, əmi oğlumun gəlini körpələrini bağrına basıb küçələrə qaçıb. Bu xırda miqyasda Xocalı faciəsidir. Azərbaycan tərəfinin təzyiqlərindən sonra halı pisləşənlərə tibbi yardım edilib. Gəlinlərimizin biri 3 yaşlı körpəsini qucağına basıb bir təhər çıxıb evdən qaçıb. Bütün qohumlar bir-birinə yaxın yaşayırlar. Qaçıb gedib o bir qardaşın evinə, görüb ki, orada da eyni mənzərədir. Orada çıxıb 3-cü evə gedib. Yenə eyni mənzərə. Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri Əhliman Gəncəyev Sverdlovski vilayəti üzrə İstintaq Komitəsində işgəncələrə məruz qalıb. Bu barədə reporta həm yerlimizin vəkili İlkin Əmirov deyib. Onun sözlərinə görə İstintaq müvəkkilinin ittiham olunduğu cinayətdə iştirakına dair bir dənə də olsun sübuta malik deyil. Əhliman Gəncəyevin qətlindən heç bir əlaqəsi yoxdur və mərhum Yunus Paşayevlə heç vaxt tanış olmayıb. Cümə günü səhər saat 6-da təhlükəsizlik qüvvələri müvəkkilimin evinə soxulub, onu 2 saata yaxın vəhşicəsinə döyüb, axtarış aparıb, telefonlarını, sənədlərini və digər əşyalarını götürüb aparıblar. Bundan sonra Gəncəyev naməlum şəkildə yoxa çıxıb deyə İlkin Əmirov bildirib. Qohumlar və vəkilləri saxlanılan şəxsin yerini müəyyənləşdirməyə çalışsalar da heç bir nəticə əldə olunmayıb. Sonradan onun İstintaq Komitəsinə aparıldığı işgəncələrə məruz qaldığı məlum olub. Şənbə günü gecə ona zəng gəlib ki, həmin gün həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclası keçiriləcək. Əhliman Gəncəyev Yunus Paşayevin qətlinin təşkilində ittiham olunur. Lakin Gəncəyevin adı nə iş materiallarında, nə də dindirilən şahidlərin ifadələrində keçir. O, Paşayevin kim olduğunu belə bilmir və bunu hamı çox gözəl anlayır deyə vəkil vurğulayıb. O, həbs müddətinin uzadılmasını həm mənfi, həm də müsbət məqam hesab edir. Bir tərəfdən müvəkkilinin ölümü ilə nəticələnə biləcək işgəncələrin davam etdirilməsi riski var. Digər tərəfdən də sübutun olmaması ittiham tərəfinin sonradan azadlığa buraxılmasına imkan yaradır. Vəkil əlavə edib ki, işdə yeganə sübut bir nəfərin işgəncə ilə alınan etirafı və istintaqın maraqları naminə şəxsiyyəti gizlədilən 2 şahidin ifadəsidir ki, bu da onların sözlərinin doğruluğunu yoxlamağı mümkünsüz edir. Bu işə son qoymaq perspektivi var və biz ədalət axtaracağıq deyə İlkin Əmirov yekunlaşdırıb. Əlavə eləyək ki, bundan əvvəl məhkəmənin qərarı ilə Akif Ayaz və Məzahir Səfərovlar barəsində 22 sutka, Bəkir Səfərov, Əhliman Gəncəyev və Şahin Lalayev barəsində isə 3 sutka həbs qətimkan tədbiri seçilib.